Salam, xoş gördük dəyərli Avtosaz izləyiciləri. Hər birinizi salamlayıram. Hava çox pisdir, çox bərbaddır. Yağış, tufan, külək və əslində belə bir havada avtomobil bazarında heç inanmıram ki, hər hansı bir alış-veriş olsun. Avtomobil bazarına yəni normal sayda avtomobil çıxarılsın. Amma izləyicilərimə söz vermişəm deyə bu havada gedirəm bazara. Gedək görək bazarda nə baş verir. Ümidvaram ki, izləyicilərimə söz verdiyim avtomobillər tapıb qiymətləri ilə maraqlana biləcəm. Odur ki, gedək, baxaq görək bazarda nə baş verir. Deməli, bazara daxil oluram və bazara aparan yoldur. Burada bir maraqlı bir şey görmüşəm ki, versiz tırlarda, xüsusi evakuatorlarda nə qədər Çindən gətirilən avtomobillər var. Əksəriyyəti, yəni demək olar ki, maşınların hər biri 0 kilometr avtomobillərdir. Yəni son şansdır deyək, son andır deyib artıq Çindən, yəni ki o bəlli bir vaxta qədər də biz bilirik ki, yanvardan sonra bu maşınların gömrük rüsumları o güzəştlər ləğv olunacaq və ona qədər artıq həmin vaxta qədər görün Azərbaycana daşımalar nə qədər artıb. Yəni son şans, son fürsətdir deyib bu maşınlar hətta maşın bazarına qədər gəlib çıxır. Sayıları belə baxanda hardasa 100-ə yaxın avtomobildir. Dayanıb burada gözləyir. Yəqin ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı gözləyirlər. Biz isə gedirik avtomobil bazarına. Evdən çıxanda havanın vəziyyəti çox pis idi. Tufan idi, külək idi. Çölə çıxalası deyil idi. Fikirləşirdim ki, yəni belə havada mümkün deyil nəsə bir alış-veriş olsun. Amma gəldim avtomobil bazarına çatdım. Hava istəyir açıla, yaxşılaşa. Külək də dayanıbdır. Yağış da yoxdur. Amma belə girişdə elə görmək olur ki, maşın deyəsən bazarda yoxdur. Və yaxud hamı 1-2 saat bundan qabaq çıxıb gedib bazardan. Gedək görək kimi tapırıq, nə var, nə yox. Deməli, bu qardaşlar, bu yolun qırağında gəzən insanlar əksəriyyəti avtomobil alanlardır, alverçilərdir. Bu sırada gəzirlər, maşın bazarına maşın daxil olan kimi sırası saxlayırlar. 5 aşağı, 5 yuxarı maşını gətirənin əlindən alırlar. Görürsünüz, bunlar da boş gəzir. Deməli, bugün bazara avtomobil demək olar ki, çıxarılmayıb. Boşluqdur. Bu saatda, saat heç 11 deyil, bu saatda maşının olmamağı doğrudan maraqlıdır. Bazarda maşın var. Maşın var, amma hətta insanlar da çoxdur. Bilmirəm, alıcılardır yoxsa mən məsələdən onu deyə bilərəm ki, bazarda maşın var. Yəqin ki, hələ heç kəs bazardan çıxmaq istəmir. Alıcının gəlməyini gözləyirlər. Çünki hava çox pis idi. Alıcı yox idi və fikirləşirlər ki, artıq hava açılandan sonra alıcı bazara gələ bilər. O ehtimalla bazardan demək olar ki, maşın çıxmayıb. Ona görə yolda əməlli başlı boşluq var. Yaxınlaşaq qiymətlərlə və alğı-satqı ilə maraqlanaq. Qar yağır. Qarlı maşın bazarı. Burada K5'ləri görürük. K5'dir. Hyundai Sonatalar var, Toyota'lar var. Və baxaq görək. Amma alıcı yoxdur. Bu Sonata da maraqlıdır. Qiymətini soruşardım. Salam əleykum. Qiyməti neçədir? Hər vaxtınızsa qiyməti neçədir? 16.000. İli neçə? 2008, 24. Yürüyüşü nə qədərdir? Yürüyüşü nə qədərdir? 24. Allah xeyir versin. 230.000, 2008-ci il, 24. Hyundai Sonata, kantlı Sonata. Yəni bu maşınların 2-4'ləri bir balaca ustalar tərəfindən bəyənilmir. Nasos məsələsinə görə, amma iki motorları deyirlər ki, daha uğurlu olub, özünü göstərib. 2-4'lərlə bağlı mən şəxsən dostlanışda sürənlərdən eşitmişəm, belə bir problem görməmişəm. Nasosdakı yəni vaxtında baxılsa, yoxlanılsa, yəqin ki, problem olmaz. Vurğu udarı yoxdur, udar deyilən qismi yoxdur, yəni. Maşında sideniya, qızdırıcı, soyuducu, dəri salondur. Bir dənə ilk aldığım gün video çəkişdə var mı? İçində çat var. Onu da puldan çıxacam, nəzərə alacam, gedəcək. Hər bir şey var. Full komplektasiyadır. Arxa televizorlardan tutmuş, hamısı var, qardaş. Full komplektasiyadır, belə deyək. Bəli, bəli. Panorama lükdur. Servis.
Bəli, servisli Dodge motorlu 2 Avtomobilin sadədir. şitində belə problem var, çatlar var. Şit də əslində üzlənir. 50-100 manata məsələni həll eləmək olur. Bu Hyundai'larda əslində bu şit məsələsi bir xəstəlik də deyək. Əsasən 2008 bayaq göstərdiyim Hyundai Sonatalarda bu şit problemləri daha çox özünü göstərirdi. Hamısı var. Amma bu yeni modellərdə görməmişdim, onu da gördüm. Hamısı var. Və qardaş deyir ki, maşınım dolu maşındır. Maşında heç bir şey əskik deyil. Bütün funksiyalarda işləy vəziyyətdədir. Qəzası, vuruğu, belə yüngül sürtüklər olub. Bəlkə də ona görə müəyyən yerlərinə rəng deyib, amma ciddi qəzası olmayıb. Qardaş, neçə satacaqsan satsan? Bunu satsam 19.500-ə deyirəm. Görən real alıcı olsa razılaşarıq. 19.500-ə deyir. Kilometrajı yürüyüşü nə qədər idi? 206.000. 206.000. Orijinal yürüyüş. Hər bir şeydə vaxtında olunur. Bəli. Görürsünüz, bu maşınla bağlı şinləri də yaxşı vəziyyətdədir, pis vəziyyətdə deyil. Yəni ay 40 sevənlər bu maşınla bağlı artıq bilirlər. Yəni lükdəki panorama lük tavandır, damdır. Boydan boya panorama tavan. Mühərrikdəki Dodge mühərrikdir. Dodge mühərrikdəki yaxşı yanacağını töküb yağını töksəm səssiz işləyəcək, yoxsa bir müddətdən sonra bu Dodge motorlarda səs olur. Amma yaxşı qulluq eləsən təbii ki o səs olmur. Bax, maşının da indiki vəziyyətdə mühərrik işləməsi əladır. Yəni heç bir səs, kənar səs yoxdur, əladır. Alıcısını gözləyir. Qardaş, nömrəni qeyd eləyərdin. Nömrə neçədir? 050 982 74 14. 74 14. Hamısı da işləyir. Əsasən izləyicilərim məndən 4 göz, bəzi izləyicilərim Sovet maşınlarına maraqlanmağımı istəyirdi, amma görürsünüz bazarda Sovet maşınları yoxdur. Girişdəyəm hələ ki mən. Salam eləyəcək qardaş. Nissan Tida ili neçədir və yürüyüşü nədir? Zəhmət olmasa saxla. İli neçə? 2007. 2007-ci il, yürüyüşü nədir? 196.000. 196.000. Avtomobilin qəzası, vuruğu, nəyi var, nəyi yox? Yox, tərtəmiz. Ən son fikri neçə verəcəksən? Real alıcıya. 12 deyirəm də, real alıcı olsa Demə də, yəni ki, real alıcıya deyirəm yox. Ümumiyyətlə gəlmişəm real alıcıya. Mənə neçə verəcəksən maşına? 11.5-ə. 11.5-ə. 11.500-dən aşağı qardaş deyir, bəlkə də verər 100 manat, 200 manat, amma real alıcıya son fikri 11.500-dür. Bu model isə bildiyin sedan modeldir. Təkərləri əla vəziyyətdədir, şinləri çox yaxşı vəziyyətdədir deyərdim. Ümumi kosmetikasına da o qədər də ciddi ehtiyac yoxdur. Biraz aşağı karnizlərində müəyyən işlər görülə bilər alan adam üçün. Salon çox səliqəlidir. Salon əla vəziyyətdədir. Yəni biraz dirsək altı falan. İndi alan adam müəyyən düzəlişlər edə bilər. Bu çuxolları dəyişdirib daha yaxşı çuxolları qoya bilər, amma belə yaxşı vəziyyətdədir. Yürüyüşü nə qədərdir qardaş dedin? 196.000. Yürüyüşü də pis deyil. İlinə görə yürüyüşü normaldır. Əgər orijinal yürüyüşdürsə. Qardaş deyir ki, orijinal yürüyüşdür, problem yoxdur. Maşını da harada istəyirsinizsə yoxlada bilərsiniz. Daha münasib avtomobilləri maraqlanmağımı istəmişdilər. Hyundai Elantra Amerikanka. Mövcud vəziyyətindən onu demək olur ki, sadə komplektasiyada, orta komplektasiyada deməzdim. Ümumiyyətlə sadə komplektasiyada. Həm farları, lük yoxdur. Artıq kənardan deyir ki, mən sadə. Yəni full komplektasiya, limited deyiləm. Ümumi görünüşü yaxşıdır, duruşu yaxşıdır. Amma Amerikada başına nə gəlib onu bilmək olmur. Gərək pin kodunu vurub baxasan, biləsən. Qardaş, salam eləyəcəm. Neçə deyir qardaş? 19'a. 19'a deyir, sizindir. 19.000-ə. Yürüyüşü nədir, ili nədir və maşında bir ciddi qəza olubmu Azərbaycana gələndə? Əsas sual budur. 2013'te. 2000 neçə? 2013'te 15'e yığılıb. 2013. Zəhmət olmasa yaxın saxlayın, siz çəkmirəm onu. Səsiniz düşür. Əlinizə saxlayın. 2013'te 15'e yığılıb. 2013-də 15-ə yığılıb. Yığılıb deyəndə nəyi nəzərdə tutursunuz? Nəyi yığılıb? 15 faralar zatlarda, belə işıqlar zatları bu. Hə, yəni ki, o yüngül kosmetik işlər əl gəzdirilib və Kosmetika yox, faralama. yan farları, dumanları. Ha, belə işıqlar. 2013-cü ildə maşının özü, amma 15-ci ilin farları və dumanları əlavə olunub. Disk təkər qoyulub, bir də ki stoplar əlavə olunub. Kilometrajı nə qədərdir yürüyüşü? 131 deməm elə. 130 min mildir. Bir də arada uşağın mildədir orada. Hə, 1000 mildir. Hə, zəhmət olmasın. Bir də onu bir də açın görün. Qardaş, yürüyüşün nə qədərdir?
135 mildə. Hə, 135 min mildir. Bu da hardasa bir 200 minə yaxın deyək də yürüşü var. Deyir ki, maşın bezkraska bez detaldır. Bugünkü real alıcı gəlsin neçə verəcəksiniz? 19'a deyirik. 19'a demək yox dayı. Mən elə bir gəlmişəm almağa neçə verəcəksiniz? 18'e verirəm. 18 min. Verərəm, axır Bəlkə də bir 100 aşağı 100 yuxarı ola bilər. Dayı 18 min son fikrini deyir. Qiyməti budur. Bazarda da avtomobil yaxşı vəziyyətdədir. Hyundai Elantra Amerikanka. Burada da daha bir Hyundai Elantra'ya baxılır. Bu da Amerikankadır, Dodge motordur. Eyni komplektasiyadır deyərdik. Sadə komplektasiyadır bu da. Sadə komplektasiyadır. Elə disk təkərindən də bilinir artıq. Lük yoxdur. Avtomobilin sahibidir qardaş. Elantra'dır. Hyundai Elantra Amerikanka. Amerikankadır. 1.8 motordur. Hansı qəza ilə gəlib dediniz? Kapot kırılı. Kapot kırılı. Yəni ki, mühərrikin örtüyü dəyişdirilib, yəni mühərrik hissəsi kapot. Amma udar yoxdur. Dəyişdirilib. Dəyişdirilib, udar Öz kapotu deyil. Öz kapotu bu dəyişdirilib. Bəli, dəyişdirilib, işlənilib. Bir də sağ sol kırılı, yəni sol qanat dəyişdirilib, yoxsa necə? Amma qardaş deyir ki, udar olmayıb. Yəqin Amerikada əslində xırda bir qəzanı belə, kiçik bir cızığı belə götürüb detalı dəyişdirirlər. Hansı ki, o detal bəzən üzərində düzələ bilərsə, o zəhmətə getmirlər də. Bizim ustalar kimi deyil də, dəmiri götürsünlər, düzəltsinlər, hazırlasınlar. Qardaş deyir, maşınıma cavablayayım, yaxşı vəziyyətdədir və illik kilometrajı dedin nədir qardaş? Kilometrajı 142 mildir. 142 min mildir. 24 min eləyir. 224 min eləyir. Ən son fikrin nə olacaq? Ən son fikrim 15.500. 15.500. Qiyməti yaxşıdır. Bəlkə də aşağı bir ama olar. Bəlkə real qardaşa real alıcı gəlsə 500 o quyruğun da onun yaxşı maşındır. Qiyməti də mən deyərdim ki, əladır. Motor da sıfırdan gəlir. Gəlin alın da qardaş, gecə ilə gəl apara getməyin. Gəlin gözünüzlə baxın alın da, yəni. Gecə ilə gəl apardan gedirsiniz, heç bir şey də yoxdur. Gecə alırsan, sabah da durub başva döyürsən ki, mən niyə aldım bunu? Gəlin al da qardaş. Hyundai Santa Fe'nin vəziyyəti yaxşıdır, pis deyil. Bu köy haqq hesabları da vurublar ki, güya Koreyadan bu dəqiqə gəlib. Alıcılar baxır. Qardaş, neçə deyirsiniz ili qiyməti? Versə hər hansı bir üstüləmə yoxdur. Yaxşı işləyir, hər şey yaxşıdır. 20.500 2008-ci il. Kilometrajı nə qədərdir yürüyüşü? 314 min. Bazarı gəzməyə davam edirəm. Bazarda çox zəifçilikdir. Yəni alqı-satqı da əslində o deyil. İnsanlar sadəcə soyuqdan qorunmağa çalışır. Toyota Corolla bir qardaş yazıb maraqlanmışdı. 2015-ci ildə səhv eləmirəmsə, indi soruşacağım, dəqiqləşdirəcəm. Vəziyyəti yaxşıdır, kənardan əla görsənir. Yəni alverçi maşını da çox güman ki, salafanlı veriblər oturacaqlarını. Yəni yaxşı vəziyyətdədir demək olar ümumi vəziyyəti. İndi soruşacağım, görüm neçə deyirlər. Qiyməti və ili yürüyüşü nədir, onu öyrənməyə çalışacağım. Salam eləyəcək qardaş, hər vaxtınız xeyir. Neçədir ili qiyməti? Çəkmirik sizi, maraqlanıram sadəcə olaraq. 24 min. İli nədir qardaş? Neçə? 2015 yürüyüşü nə qədərdir? 160 min. 24 minə deyir, 2015-ci ildir, 160 min kilometr. Toyota Corolla. Salon çox səliqəlidir. Yəni həqiqətən səliqəli maşındır. 2015 qapıların örtülməyi də yaxşıdır. Arxa salon. Arxa qapılardan oturacaq və qapının öz şiti əla yaxşıdır vəziyyətdə. Örtülməni gördünüz, çox qəşəng örtülür. Şinləri də yaxşı vəziyyətdədir. Yəni ümumi kosmetikaya da məncə ehtiyac yoxdur. Arxa kamerası var. Arxa kamerası var. Yəni kosmetikasına da ehtiyac yoxdur, yəni.
23 yarım. Maşında qəza vuruq olub yoxsa yox? 2015-ci ildə yəni bes klassikadır yoxsa yüngül əl gəzdirilib? Kusok klaskası olub qardaş deyir. Yəni ki, yüngül kosmetik işlərə ehtiyacı olub. Amma maşının ümumi vəziyyəti faktik olaraq bugünkü gündə kosmetikə ehtiyacı yoxdur. Maşın çox səliqəli vəziyyətdədir. Məgər ki, çox əla işləyir. Yəni başa çıxanlar baxsa özü bilər. Versiz sakit, heç səsi eşidilmir. Çox əla vəziyyətdədir. Yəni qiymətinə görə alıcısı var başının üstündə. Kia Sportage avtomobil. Avtomobilin sahibi izah edir. 1.7 turbo dizel. Avtomobilin probegi 239 mindir hal-hazırda. Full komplektasiyadır. Dəri salonu, sirena qızdırıcısı, multirulu, panoramik lüku, hər şey var. Vuruğu darı yoxdur, motor korobka ideal. Ev ayaq altına kimi var avtomobil. Yağı yeni dəyişilib, motorun yağı yeni dəyişilib, sığortası var. Texnik başdan da kesiləcək. Real müştəri inşallah əlaqə saxlasa bizdən. Yəni endirim mümkündür. Cüzi endirim mümkündür. Böyük monitordur, start stopdur, fonlu full komplektasiyadır. Bir sözlə rul qızdırıcısı, sirena qızdırıcısı, hər şey var avtomobil. Yəni bütün funksiyalar işlək vəziyyətdədir. Bütün funksiya konserinə kimi işləyir. Almaq istəyən harda istəyir qardaş deyir, harda ürək istəyir aparıb yoxlatdıra bilər. İstənilən yerdə bəli. Qardaş mobil nömrənizə deyin zəhmət olmasa. 070 qardaş 940 0081. Belə Kia Sportage servis. Dizel. Chevrolet Cruze bamperindən görünür ki 2015'dir. Bəlkə də bamper sonradan qoyulub. Qardaş ili nədir bunun? İli. Allah bazar versin. İli nədir? 2015 2016. Yürüyüşü nə qədərdir, qiyməti nə qədərdir? Necə? 219 min mil, qiyməti də 13 min. 219 min mil, qiyməti 13 min. 2015-ci ildir. Chevrolet Cruze. Maraqlananlar bilsin ki, bazarda var, tapmaq olar. 99-cu ildir, 2.8 motordur, 12 min manatdır qiyməti. Mühərrikin dedinizə yəqin ki. Bəli, bəli. Ən son fikriniz nə olacaq qiymətinə? 11 yarımdan verərəm. 11 yarıma deyirsiniz. Yürüyüşü nə qədərdir? Maraqlıdır bu avtomobillərin yürüyüşü deyirlər 1 milyonu keçib. Bunda nə qədərdir yürüyüş? Bunda 383 mindir. Nə qədər? 383 min. 383 min. Bəli. Orijinal yürüyüşdür, yoxsa da əl gəzdirilib verəməyib ki? Mühərrik dəyişib yoxsa yox? Xeyr, xeyr. Mühərrikin nömrəsi texpasportda göstərilir. Göstərilir. Uyğunsuzluq yoxdur ki? Xeyr, xeyr. Bu dəfə izləyicilərimiz daha çox Çeşka, yəni C-klass və Y-klasslarla maraqlanırdılar. Onların bazarına gəlmişəm, sırf satıldığı yerə gəlmişəm. Yalnız bu adildə, bu hissədə köhnə Alman maşınları satılır. 2000, 2002, 98 bu illərin C-klassları və Y-klassları versiniz. Burada kifayət qədər avtomobili var və o mənim izləyicilərim dörd gözlə maraqlan deyirdi və müəyyən Y-klasslarla, Çeşkalarla maraqlan deyirdi. Onlarla maraqlanmaq istəyirəm. Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Da bir dənə zəhmət olmasa indirin. Siz düşmürsünüz. Avtomobillə bağlı məlumatlar verin də zəhmət olmasa. Nə olar ki da? Yaxşı, deyim mən özüm deyəcəm. İli nədir? 2001. Mühərrik nədir? 2 siday. Yürüyüşü nə qədərdir? 480 min 2000-ci il, 2001-ci il. Bəli, dəyərli izləyicilər, 2001-ci il 2 siday, yəni dizel mühərrikli Mercedes E-Class 400 mini də keçib artıq kilometrajı yürüyüşü. 2001-ci ildir. Bazarda da duruşu pis deyil, yaxşıdır. Alıcısını gözləyir. Qardaş, maşın sizindir. Allah xeyirli bazar yetsin inşallah, yaxşı müştəri yetirsin. Avtomobillə bağlı xahiş edirəm, siz düşməyəcəksiniz. Sadəcə olaraq mən soruşum, siz məlumatları deyin. Mikrofonu yaxın tutarsınız. Qardaş, ili nədir və mühərriki nədir, yürüyüşü nədir? 99 18 370 min probek. 370 min, orijinal proyektdə. Çəkilmə falan olmayıb, mühərrik dəyişməyib. Yox, zavadskoy maşınlar. Və qəzası vuruğu olub yoxsa yox, dəyişən detal? Yox. Heç bir detal dəyişməyib. Tam sağlam maşın. Ən son fikrin neçə verəcəksən? 12 min. Mühərrik nə idi? 1.8. 1.8 mühərrik, bəli. Ən son 13 minə, 12 minə qardaş, ən son 12 minə deyir verərəm. 2007-dir, 2 dizeldir. Aha.
Qiyməti də 18500 manatdır. 2 dizel. Bəli. Maşının buruğu, udarı. Heç bir şey problemi yoxdur. Bəli. Vəziyyəti yaxşıdır. Yüngülvari bamperin ayaqlarında biraz kosmetik işlərə ehtiyacı var. Müəyyən hissələrdə. Bir də fikirsiz kurullarda belə paslanan yerlər var, amma maşının ümumi vəziyyəti pis deyil, yaxşıdır. Qardaş, ən son fikrin nə olacaq avtomobilə? Ən son fikrim 18000 manat. 18.000 manat. Bəli, sonu. Mobil nömrəni qeyd elə zəhmət olmasa. 055 300 Aha, denən yazılır. 58 19. 58 19. 2 KCDI idi. Sizcə 18.000 vermək olarmı? Bu 4 gözə verməyə dəyərmi 18.000? Ümumiyyətlə 2000-ci ilə qədər olan 98, 2001, 2002-ci illərin Mercedes E-klasslarına bu qədər pulu vermək olarmı? İzləyicilərimin 4 gözlə bağlı olan fikirlərini daha dəqiq öyrənmək üçün gəlmişəm onların bazarına. İli 2000, mühərriki nədir? Mühərriki. 3-2 motor benzin. 3-2 motor benzin. Vuruğu, udarı dəyişən. Yürüyüşü nə qədərdir? Yürüyüşü. Yürüyüşü 391 mi? Orijinal yürüyüşdür. Valla bilmirəm indi. Necə? Bilmirəm dəqiq. Siz almısınız kimlənsə? Hə, qardaş deyir ki, yürüyüşünü deyir, amma deyir ki, yəni yürüyüşünü bilmirəm. Yəni orijinaldır yoxsa yox. Mühərrik dəyişib yoxsa yox? Yox. Öz mühərrikidir. Yəni tek pasportuna mühərrikdəki nömrə uyğun gəlir, əsas odur. Hə. Uyğun gəlir. Düz. Ən son fikrin nə olacaq? Həm 14 yarıma deyirəm də. Qardaş bunun qiymətini dedi artıq. 3-2 mühərriklə maraqlanırdılar 4 göz. 3-2 mühərriklə, benzin mühərriklə daha çox izləyicilərim bununla bağlı yazırdı. Bazarda var. Rəngi qaradır, yaxşı vəziyyətdədir. Narahat olmayın. Belə, yəni avtomobilin ümumi görünüşü normaldır, yaxşıdır. Yəni ki, ilinə görə nə gözləmək olar ki, yəni həvəskarları var. Damında da təbii ki, lüku var, işləy vəziyyətdədir. Qardaş deyir ki, işləməyən hissəsi, işləməyən funksiyası yoxdur. Yəni dörd gözündəki salonu göstərmək istəyirəm, salondakı belədir. Baxın, o ənənəvi monitoru yerindədir, hər şey qaydasındadır. Kondisioner zat hər şey işləyir. Dayı deyir ki, hər şey işləyir. Maşında işləməyən heç nə yoxdur yəni. Bir dənə detal tapa bilmərsən ki, işləməsin. Bir dənə funksiyasını tapa bilmərsən ki, işləməsin. Yəni hər şey işləy vəziyyətdədir və dörd gözlə belə. Bəzi izləyicilərim bundan əvvəlki Avtosazda paylaşdığım videoda məni qınayırdılar ki, niyə elə varlı maşınları çəkirsən? Yəni daha doğrusu qiyməti baha olan maşınları çəkirsən, biraz da kasıbmalı maşınları çək. Məsələn, bir çoxları deyirdi ki, Opel Astralardan mənə xəbər ver. Mən əsasən 98-99-cu illərin Opellərini görmürəm bazarda. 2005-2008 olan Opelləri görürəm, 2002-2005. Amma yazıb ki, 1.4 mühərrikdir, 2009-cu ildir. Deməli, 322 min yürüyüşdədir. 322 min yürüyüşdədir. Qardaş deyir ki, ən son fikrim bu Opel üçün 11.500-dür. Dəyişən detalı olmayıb, kənardan deyir, rəng dəyməyib, avtomobilin qəzası olmayıb, belə. Yaxşı vəziyyətdədir, əslində götürəndə 11.500 pis deyil. Bəlkə biraz da aşağı almaq olar. İndi bu qardaş o qiymətə satmırdı aşağı, bəlkə də daha ucuz satan tapmaq olar bazarda. Bazarda Kia Ceed-lər də var. Tək-tük də olsa həmin Kia Ceed-ləri görmək olur. Burada var, baxırlar həmin maşına. Satılıb da Allah xeyir versin. Neçəyə satdınız? 14.000, 250 min probek. 250 min probeklə qardaş 14 minə satıb. Kia Ceed. Bəli. O Kia çək qardaş. Yaxşı. 14 minə qardaş deyə satmışam. 250 min probekdə. Yaxşıdır. Kia Ceed-lər döydüm ölməz maşındır. Kia Cerato 17 minə deyir 2008-ci il. Yürüyüşü nə qədərdir? 216 mində yürüyüşü var. Kia Ceratolar o köhnə buraxılışlar deyək də yəni. Qiymətlər fikir verirsiniz yəni qiymətlər maraqlı da qiymətlər biraz tərpənib. Neçədir qiyməti? Hə dayı. Qiyməti neçədir? Üzünüzü çəkmirəm, narahat olmayın. 13 minə, yürüyüşü nə qədərdir? Yürüyüşü 156 min, 13 minə. 156 min, 13 min. Belə, burada da ay 30 var. Ay 30. Ay 30. Ay 30 2 il bundan qabaq bazarda daha çox idi. Daha çoxu təşkil edirdi, amma indi var amma azdır. Çox tək-tük görmək olur ay 30-ları. Bu neçə deyir qardaş?
Salam aleyküm qardaş, hər vaxtın xeyir. Ay 30-u neçə deyirsiniz? Yürüyüşü nədir? 270 min, 14 min, 14.700'e deyir qardaş, deyir orijinal yürüyüşdür. Belə. Hyundai i30. Bəli. Burada da var. Hatchback'dir. 37 yarıma deyir qardaş. 2016-cı il. 170 mində fabrika var. Bəli. Belə deyək də. Kia Sorento Korea dizel. Bir xanım izləyicim yazmışdı ki, xahiş edirəm mənə Vaz avtomobillərlə maraqlanıb onların qiymətləri ilə bağlı məlumat verərsiniz. Çox təəssüf edirəm ki, mən Badamdar avtomobil bazarında bir dənə də olsa Vaza aid avtomobil görmədim. Nə 07 var, nə 06 var, nə digər Vaz avtomobilləri var, heç nə yoxdur. Vaza aid bir dənə avtomobil yoxdur ki, yaxınlaşıb soruşam qiymətini. Yoxdur. Vaz avtomobillər bazarda yoxdur. Bazarda yəni, inamarkalardır, köhnə və yeni. İli yeni olan inamarkalardır, müxtəlif modellərdə olan. Belə, bu bazar çox bərbad bazardır deyə bilərəm. Alıcı yoxdur, konkret yoxdur. Artıq bazar boşalıb. Bu soyuqda inanma ki, bazarda kimsə qalsın. Bax belə, amma qiymətlər əməlli başlı hər bazar qalxır ha. Bax onu deyə bilərəm. Görürsünüz. Ford Fusion'larda görmürəm, amma indi biraz yaxınlaşacağım. Qabaqda bir yer var. Ford Fusion'lar orada daha çox olur. Gedək maraqlanaq görək. İzləyicilərimdən bəziləri Ford Fusion'la da maraqlanmağımı istəyirdilər. Sportage ilə maraqlandım. Sorrento'larla maraqlanmağımı istəyirdilər. Toyota Corolla ilə maraqlanmağımı istəyirdilər. Maraqlandım. Dörd gözlərlə, çeşkalarla maraqlandım. İzləyicilər tamamilə bu avtomobillərdən çox istəyirdilər. Ford Fusion'lar var, amma sahibi yoxdur. Eləcə atıb gediblər. Salam aleyküm qardaş. Avtomobil kimindir? 1.5 mühərrikdir. 2019-cu ildir. Yaxşı vəziyyətdədir. Maşın Amerikadan Azərbaycana qəza ilə gəlib, yoxsa yox? Ha qardaş? Qəzası olub Azərbaycan. Hansı detalı dəyişib? Dəyişən detalı yoxdur, deyir, yüngülvari ilə nəsə gəlib. Vin kodunda təbii ki, vurub baxmaq olur. Duruşu əladır. Mövcud vəziyyətində kosmetik ehtiyacı yoxdur. Təkərləri falan əla vəziyyətdədir, disklər yerindədir. Belə 22.500 manat və 2019-cu ilin Ford Fusion'u. ...2021-ci ildir də, ha? Yürüyüşü nə qədərdir? 66. 66. Neçə deyirsə ən son fikriniz? 30 min. 30 min. Hyundai Elantra 2021-ci il 66 min. Belə. Bəli, bəli. Amerikanka. Polno full komplektasiya gedir bunlar. Polno full komplektasiya sport. Elantra 2021-ci il. Görürsünüz. Maşın qəza ilə gəlib Azərbaycana, yoxsa qəzasız, vuruğu da olmayıb. Ya bu fillər elə. Bez detaldır, bez, yəni kənardan rəng dəyməyib. Heç. Qardaş deyir, kənardan rəng dəyməyib. Maşın həqiqətən də salonu çox səliqəli vəziyyətdədir, çölü çox səliqəli vəziyyətdədir. Yəni indiki vəziyyətdə kosmetikaya bir damcı ehtiyacı yoxdur bu avtomobilin və qardaş deyir ki, almaq istəyən harda da istəyir yoxlatdıra bilər. Harda ürəyim. Soyuq mühərriklə xoda salıbdır, yaxşıdır, işləməyə əladır. Hyundai Elantra 2021 bu avtomobilin forması yəni çox fərqlidir. Yəni ki, bu avtomobillə bağlı artıq bilənlər, yəni bu avtomobilin özünün öz alıcıları var. Qardaş, real alıcıya neçə verəcəksən? Real olsun. Məsələn, bir qiymət edə bir məbləğdir. Real alıcıya ən son fikrin. Real gəlib yapışsa deyəcək. Mən gəlmişəm, yapışmışam tutalım ki, neçə verərsən mənə? Xahiş edirəm, bir qiymətli izləyicilər izləyir, soruşurlar. Dedim öbə 30 min. 30 min. Ondan aşağı verməyəcəksin. Qardaş deyir ki, 30 mindən aşağı verməyəcəm. Hyundai Sonata 2020-ci il. Bəli. Başda maşının o xüsusiyyətlərini mi? 2020-dir, fulldur. Aha. Bundan fullu yoxdur yəni. Nömrə qala da bilər, götürə də bilərəm. Nömrə əlavədir, pulu. 2022 motor,
188 min probek. Maşında da yoxdur. Ulduz tavanına kimi var. Günəş paneli ilə işləyir. Avtomobilin qəzası olub yoxsa yox? Qəzası sol qapı vindir. O da ki öz detalı düzəlib. Amerikadır. Bəli, Amerikada. Amerikadan gələndə qardaş deyir ki, sol qapı, sürücü qapısı yoxsa sərnişin qapısı? Sürücü qapısı. Bu qapıdan gedir Bəli, söhbət, bu qapıdan gedir söhbət. O da düzəlib. Bu da detal dəyişib yoxsa üzərində düzəlib? Detal dəyişməyib, öz Detal dəyişməyib, düzəlib. üzərində düzəlibdir qardaşlar. Polnu full komplektasiya. Ulduz tavan, hər bir şeyinə kimi mövcuddur. Bəli. Uzaqdan xodlanma, silenik qızdıran soyudan, rul Panoramadan. qızdıran, bəli, panoramadan. Yəni avtomobil ilə bağlı qardaş qeyd eləyir. Vin də burdadır. Vinlə də bağlı. Görsənir buradan. Ən son fikrin neçə olacaq qardaş? Ən son fikrim 33.700 manat. 33.700 manat. Bəli. Real adam olsa biraz da şirinlik eləyərik. Əgər 33.700-ə mən sənə bu pulu versəm, nömrə mən o üstündə qalır, yoxsa əlavə? Nömrə yox. Nömrənin əlavə pulu var. Qardaş deyir, nömrəni istəyən olsa əlavə pulun ödənişini eləyəcək. İndi onun qiymətini demirəm, özünüz alan öz arasında danışacaq yəni. Amma belə yəni qiyməti 33.000, yalnız avtomobilin qiyməti 33.700 manat. Bəlkə də biraz aşağı almaq olar. Yəni real alıcıdan gedir söhbət. Belə, Allah bazar versin qardaş. Sağ ol qardaş, çox sağ ol. Minnətdaram. Sağ ol, Allah qardaş. xeyirli müştəri getirsin. Çox sağ ol. Toyota Priuslar da bazarda var ha. Özə çoxluq təşkil edir. Yəni həm 20 kuzalar var, həm 30 kuzalar var. Toyota Prius 20 kuza və 30 kuza. Qardaşlar neçə deyirsiniz? Allah bazar versin. Qiyməti neçə? 30 kuza 2015-18 yarım. Yürüyüşü nə qədərdir? 284 min. Ən son fikri nə olacaq? 18.200. Qardaş deyir 18.200, 30 kuza. Gəl verəcəkdir. Yürüyüşü nə qədər dedin? 284. 284 min. Yaxşı vəziyyətdədir. Həqiqətən də kosmetika ehtiyac yoxdur. Qardaş taksidə sürülüb əsas məsələ budur. Yəni burada müştəri yaşayır, müştəri hamı tanıyır məni. Qardaş deyir ki öz maşınımdır, taksiyə sürməmişəm. Real alıcı olsa bu qiymətədir 30 kuza. Maraqlananlar bazarda tapa bilər. Yaxşı vəziyyətdədir. Bazarda əslində çoxdur 30 kuza, 20 kuza. Baxın burada da 20 kuza var. Toyota Priuslar var bazarda. Sorento, nə bilim nə deyirsinizsə deyirsiniz bilmirəm. 35 min 2016-cı il. 35 min 2016-cı il dizel. Mühərrik Koreyadır. Bu avtomobillərlə bağlı artıq müəyyən qiymətdə. Demək aşağı yuxarı qiymətlər eynidir. Sorentoların aşağı yuxarı qiymətləri bazarda o komplektasiya və maşının vəziyyətindən asılı olaraq aşağı yuxarı 1-2 min qiymətlər dəyişir, amma ümumi qiymətə nəzər yetirəndə demək olar ki, eyni qiymətlərdir. Bazarda 35, 38, 39, bu aralıqda 35 ilə 40 min arası bu avtomobillərin qiyməti dəyişir. Bax belə. Santa Fe'yə baxın. Santa Fe mənə deyir, gəl deyir. İli 2010-cu il, kilometraj orijinal 270 min. Yəni vuruq yox, udar yox. Bir detalında kosmetik rəng var. Mühərriki 2 motor ön çəkəndir. dizel mühərriki. Bəli, bəli. Avtomobilin qəzası dəyişən detalı. Xeyr, heç bir dəyişən detal yoxdur. Sadəcə bir detalında kosmetik rəng var. Sonradan yəni kənar belə deyək, hər hansı bir kosmetik iş görülüb, sonradan rəng dəyişir. Bəli, bəli. Deməli salonda mən maraqlı bir şey müşahidə etdim qardaş. Bunun salonu orijinal salonda yoxsa dərisi dəyişibmi oturacaqların? Yox, orijinaldır. Qardaş deyir ki, oturacaqları orijinaldır. Orijinal öz dərisidir. Yəni səliqəli də, salon çox səliqəli vəziyyətdə. Tək sahibi olub da yəni. Yəni bir sahibi olub, maşın səliqəli sürüb. Qardaş deyir ki, xanım idarə edib avtomobili. Qapıların ötürməni görürsünüz, maşallah olsun. Çox əla açılıb, örtülür. Salondan elə bil ki, salonda həqiqətən də heç kim oturmayıb. Yəni maşallah olsun, salon çox səliqəli və çox ideal vəziyyətdədir. Ki, mesela tavanlar 7 yerdir həm də. 7 yerdir və lükünə qədər hər şey işləyir. Örtülməni fikir versiniz. Yəni çox, yəni maşallah olsun, avtomobilin salonuna, yəni ciddən deyirəm, avtomobilin salonuna yəni söz yoxdur. Avtomobilin salonu çox səliqəli və çox ideal vəziyyətdədir.
Dizeldir, işləyir, bu dəqiqə işləyir mühərrik, amma inanırsınız, yəni Sürətlə qutusunun yağına o şak dizel kimi işləmir də, yəni çox səliqəli işləyir. 2 dizel. Belə. Neçə? Hyundai Santa Fe. 23700. Biri Raskası. bir qədər çox olsa da Yox, heç bir maşın dəyişmir, amma yox. səliqəli vəziyyətdədir. Alıcısını gözləyir. 070 54 354 60 60-68. Qardaş deyir ki, nömrə ilə əlaqə saxlayın. Maşın bazarda da satılmasa, yəni razılaşmaq olar. Belə. BMW çəkməmişəm. Bu BMW-yə də maraqlanmaq istəyirəm. BMW həvəskarları da var. Bazarda çox azdır BMW. Maraqlıdır. 2 motor, son qiyməti 22 min. 2 motor, son qiyməti 22 min. 2 motor. Bəli, dəyərli izləyicilər, biraz yoruldum, bazarda gəzdim. Dediyiniz, yəni sizdən gələn o şərhlərdə yazdığınız avtomobillərin qiymətləri ilə bazardakı o vəziyyətlə maraqlanmağa çalışdım. İlini, komplektasiyasını həmin dediyiniz avtomobillərə, yəni cibinizə, büdcənizə uyğun maşınlarla maraqlanmağa çalışdım. Yəni bazarda qarşıma çıxdığı qədər həmin maşınların qiymətini, ümumi vəziyyətini və belə deyək də o yürüşünü və bazarla o ayaqlaşan qiymətindən danışıram ki, o qiymətini çəkməyə çalışdım, maraqlanmağa çalışdım. Yəni bazarda bu avtomobillərin, dediyiniz avtomobillərin qiyməti belədir. Qiymətlərlə bağlı həqiqətən də vəziyyət, mən diqqət edirəm ki, hər ötən bazar dəyişir. Yəni bundan qabaqki bazar qiymət bir balaca ucuz idisə, indi bir balaca da bu qiymət qalxıb və bunun da səbəbi var. Dəfələrlə artıq bu 2-3 həftədir ki, biz bu səbəblər danışırıq ki, artıq insanlarda bir bazara maşın çıxardan insanlarda bir ajotaj kimi bir vəziyyət yaranıb ki, yanvardan sonra maşının qiyməti qalxacaq, mən niyə ucuz satmalıyam? Və elə indidən mən qiyməti qaldırmağa başlayayım fikri ilə artıq əksəriyyət qiymətləri bu şəkildə qaldırmağa başlayıb. Məsələn, 2 ay bundan qabaq 18-19 min satılan maşınlar artıq 22 minin yuxarısı, 22 minin üstü deyil onun qiymətlər, avtomobillərin qiymətləri. Bu da artıq qiymətlərin bahalaşmağından xəbər verir. Vəziyyət hələ yanvardan bir ay qabaqdır ki, belə dəyişir. Yanvardan sonra nə olacaq? Yəni mən artıq hiss edirəm ki, bu hər bazar avtomobil bazarında qiymətlər oynayır. Əslində yuxarı doğru dəyişməyə, yəni meyllidir qiymətlər, bahalaşmağa meyllidir. Bəli, bugünkü bazar isə çox bərbad bazardır deyərdim. Bunun da səbəbi var. Havadır, hava indi normallaşır. Səhər-səhər bazarda bərbad bir vəziyyət idi. Hava o qədər külək, o qədər tufan, o qədər yağış, qarla qarışıq yağış yağırdı ki, mən heç kameranı çıxardıb, yəni istədiyim o effektli o çəkilişi eləyə bilmədim. Gözlədim ki, heç olmasa hava nisbətən düzəlsin ki, o bazardakı ümumi vəziyyəti göstərə bilim. Dəfələrlə kamera xarab oldu və s. İnsanlar maşını satmaq istəyənlər hər bir tərəfə doluşdu ki, o tufandan, o soyuqdan özünü qoruya bilsin. İndi insanlar tərpəniblər, hava indi açılıb, indi də saat artıq 2-yə işləyir, günorta 2-yə işləyir 15 dəqiqə. İndi yəni hava açılıb deyə indi bazara axın eləyirlər ki, bazarın sonudur. Bəlkə yağışdan bezib maşını ucuz satan olar, bəlkə normal maşın tapa bilərəm prinsipi ilə bazara gələnlər var bu saatlarda, amma bazarda artıq maşın, baxın, biraz çəkilim görsədim ki, sizə necə boşalıb. Yəni bazarın artıq bir çox hissələrində avtomobil gedib yoxdur. Bazar artıq boşalır. Bu o deməkdir ki, artıq bu bazar da, bugünkü bazar da beləcə sona çatır. Üzr istəyirəm. Növbəti bazar nə baş verəcək? Növbəti bazar qiymətləri necə olacaq? İndiki vəziyyət onu göstərir ki, qiymətlər hər bazar qalxır və növbəti bazarda ehtimal olunur ki, bir balaca da qiymətin bahalaşdığını görəcəyik. Belə alğı-satqı var, amma hələ o deyil. Hamı gözləyir, qiymətlərə görə gözləyən var, vəziyyətə görə gözləyən var. Yəni ki, o istənilən səviyyədə deyil alğı-satqı. Mənim avtomobil bazarından bugünlük danışacağım, çəkəcəyim, göstərəcəyim bu qədərdir. Kanalımı bəyənin, kanalımı izləmədə qalın və hər birinizdən xahiş edirəm ki, kanalıma abunə olmayanlar da varsa abunə olsun. Bildirimləri açın ki, hər an Avtosazda yeni bir video, yeni bir məlumat paylaşım. Paylaşanda siz o məlumatdan dərhal xəbər tuta biləsiniz. Özünüzə yaxşı baxın.